kənddə yaşayır da. Valla, billah, o kənddə gedib özünüz gərək biraz yaşayasınız ki, onların çətinliyini görəsiniz. Mən özüm kəndin ən ucqar, ən soyuq yerində yaşayan biriyəm deyə o çətinlikləri bilirəm. Hərdən deyirsiniz, niyə əsəbləşir? Çünki mən o çətinlikləri görmüşəm. Ən az təminatlı ailələrdən birində böyümüşəm. Bilirəm ki, heç nəyə çatdıra bilmir o vətəndaşlar. Özüm o işin içində bişmişəm deyə burada belə danışıram, xəbərdaram deyə danışıram. Bilirəm ki, o kənddə cəmaatın qazancı o deyil ki, hər şeyə pul çatdırsın. Hələ mənim oxuduğum dövrdə nə repetitorlara o qədər pul verilir. İndi ibtidai sinifdən uşaqlar müəllim yanına gedir. Cəmaat bilmir, müəllim pulunun dərdini çəksin, yol pulunun dərdini çəksin, axşam evində çörəyin dərdini çəksin, odununun dərdini çəksin. Əkinçiliklə məşğul olsa, suvarma ilə bağlı ciddi problem var. Maldarlıqla məşğul olsa, otlaq sahələri ilə bağlı ciddi problem var. Malqaranın otunun dərdini çəksin, özünün yeməyinin dərdini çəksin, hansının dərdini çəksin də bu kənd cəmaatı. Sonra da kəndlər niyə boşalır?